Hə, uşaq vaxtıdır, uşaqlar hanı? Nə bilim, mən hər cürə yatmışam. Bizim Azərbaycanda mən mamama da başa sala bilmirəm ki, az bu uşağın dalından qopmaq lazımdır. Uşağı qopardın. Doğdun, qopart. 18 yaşa çatdı, qopart. At, uzaqlaşdı, getsin. Harda yedi, harda yatdı, harda durdu. 45 yaşın var, 45 yaşında Hazırdır Sami. təzin qalxmadı. Nətər yat. Az deyirəm mənim dərdimi necə ki, sən öz dərdini çək ki. Özünlə məşğul ol günən. Özünü yaşa günən, öz həyatını yaşa günən. Nə düşmüsən mənim dalına, onun dalına, bunun dalına. Ümumiyyətlə olmaz. Uşağı buraxmaq lazımdır, həyatını yaşasın. Vallahi düz deyirəm. İnsanlar nə edir bax? Əvvəla seçim buraxmırlar sənə. İstədikləri məktəbdə oxudurlar, istədikləri bağçaya qoyurlar, istədikləri kimi geyindirirlər, istədikləri kimi məktəbə aparırlar, istədikləri yeməyi sənə yedizdirirlər, istədikləri formada sənə paltar alırlar. İstədikləri universitetə girməlisən, istədikləri işə girməlisən, istədikləri vəzifəyə getməlisən. Onların istədiyi kimi o arvadı almalısan, istədiyi kişiyə ərə getməlisən, istədiyi kimi uşaqlarını böyütməlisən. O qədər onların istəyi ilə oturub durursan ki, yəni bir də baxırsan ki, sənin istəklərin harda qalıb, sənin maraqların harda qalıb, sənin öz dünyan harda qalıb, sənin xoşbəxtliyin harda qalıb. Ona görə də seçim eləyəndə həmişə öz seçiminizi eləyin. Söhbət uşaqdan getmir. Yəni 46 yaşında uşaq olur. Uşağı nəzarətsiz buraxmaq olmaz. Anaların gözündə uşaqlar həmişə uşaqdır. Nə uşaqdır? Kraskaliya gedir, alt üstü axımız ağarıbdır. Nəzarət önəmlidir. Nəyə nəzarət önəmlidir? Nə qədər də olsa. Nəyə nəzarət önəmlidir? İnsanı sərbəst buraxmaq lazımdır, insanı rahat buraxmaq lazımdır. İnsanı öz xoşbəxtliyi ilə, öz dərdi ilə, öz səri ilə, öz acıları ilə, öz şirinləri ilə rahat buraxmaq lazımdır, bəsdir də.